Qafqaz Müsəlmanları İdarəsinin İrəvan qazılığının fəaliyyəti bərpa edilir. Yeni info xəbər verir ki, bununla bağlı idarənin Qazılar Şurasında iclas keçirilib. Bildirilib ki, İrəvan qazısı fəaliyyətini Qafqaz Müsəlmanları İdarəsinin əsas binasında davam etdirəcək. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allah Şükür Paşazadə çıxışında bu məsələyə toxunaraq bildirib ki, idarənin tarixi İrəvan qazılığının fəaliyyətini bərpa etməsi zamanının tələbidir. Biz Qərbi Azərbaycanda öz milli varlığımızın mənəvi sütununu yenidən dirçətməliyik. Tarixi ədalət bizdən bunu tələb edir. Bölgənin tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi əsrlərə söykənən ənənəvi mənəvi irsin varisi olaraq tarixi köklərinə istinadən dini mənəvi mərkəz missiyasını həyata keçirir, statusunu qoruyub saxlayır. Allah Şükür Paşazadə vurğulayıb ki, dini mərkəz keçmiş ehtiram və gələcəyə inamla ənənəvi olaraq Tiflisdə, Batumda, Dərbənddə olduğu kimi İslam sivilizasiyasının tarixi məkanlarından olan Qərbi Azərbaycanda da İrəvan qazılığının yenidən fəaliyyətə başlamalı olduğuna əmindir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, İrəvan bizim tarixi torpağımızdır və biz Azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq. Bütün bunları nəzərə alaraq, habelə Qərbi Azərbaycan icması ilə məsləhətləşərək İrəvan qazılığının bərpası barədə tarixi əhəmiyyətli qərarımızı elan edirik. Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın.